Ya çok mənasız bir istəkdir. Həkim də bir insandır. İnsanın başına nələr gələ bilərsə, bu həkimin də başına gələ bilər. Yəni deyək ki, həkim sağaltmağa bacardığı üçün elə mütləq özü mütləq super sağlam olmalıdır. Yox da elə bir şey. Həkimlik həm vicdanla, həm elmlə, həm də insanla işləyən bir peşədir. Amma təəssüf ki, bəzən cəmiyyət uğursuz bir nəticəni yanılmaq yox, bağışlanmaz səhv kimi qəbul edir. Çox vaxt bir həkimin 500 uğurlu əməliyyatı deyil, məhz bir uğursuz əməliyyatı yadda qalır və bu da onun reputasiyasına mənfi təsir göstərir. Belə halların ictimailəşdirilməsi hansı hallarda doğrudur və hüquqi baxımından necə tənzimlənə bilər? 500 işin super alına bilər. Amma birisində bu işin qaydalarını pozmusansa və bundan ötürü problem çıxıbsa, sənin tamamilə bütün hüquqi prosedurları uygulamağa, yəni sənə qarşı icra eləməyə hər kəsin ixtiyarı var. Yəni hüquq mühafizə orqanlarının və insanların da, yəni onları qınamaq haqqı varmı? Var. Bunu troll səviyyəsində, kampaniya səviyyəsində eləmək əlbəttə ki, şikorluyur. Yəni siz, mən həmişə çox yaxşı işləmişəm, amma bir dəfə səhv eləmisənsə, o səhvin məsuliyyəti yenə sənin üstündədir. Yəni onu, mən 500 dənə şey yaxşı görmüşəm, amma biri səhv, ya birisi necədir? Həkimlikdə səhv ola bilər. Amma qaydalara əməl etdikdən sonra, əgər sən bütün qaydalara əməl eləmirsən, amma ortaya bir səhv çıxıbsa, bu sənin üzərinə məsuliyyət yükləmir. Bu təbabətin üzərinə məsuliyyət yükləyir. Yəni, sənin məxsus olduğun o elmi çərçivənin. Yox, amma əgər sən təbabətin qoyduğu qaydalardan çıxmısan və ortaya da problem çıxıbsa, qardaş, bu təbabətin yox, sənin məsuliyyətində, sən də məsuliyyətini çəkəcəksən. Adətən psixiatra deyirlər ki, onun psixologiyası pozulmuş olmasın. Ev ustasından gözləyirlər ki, özünün də yaxşı bir evi olsun. Diyetologdan gözləyirlər ki, özü kök olmasın və formada olsun. Həkim üçün də insanlar belə bir fikir deyir ki, həkim xəstə olmamalıdır. Bu sözlə razısınız? Ya çox mənasız bir istəkdir. Həkim də bir insandır. İnsanın başına nələr gələ bilərsə, bu həkimin də başına gələ bilər. Yəni deyək ki, həkim sağaltmağa bacardığı üçün elə mütləq özü mütləq super sağlam olmalıdır. Yox da elə bir şey.